Rəhman və Rəhim olan Allahın adıyla, Allahın salamı, rəhməti və bərəkəti olsun hamınıza. Növbəti dəfə Kanal 12 ekranlarında tarixin izi ilə verilişində görüşünüzə gəldik. Mövzumuz Peyğəmbər Əkrəmin həyatının son günləridir və Peyğəmbər Əkrəm həyatının son günlərində yaşadıqlarını inşallah qısa şəkildə çalışırıq ki, izahla danışaq. Quran-ı Kərimin bir çox ayələri Peyğəmbər Əkrəmə itaətə çağırır insanları və o cümlədən də o ayələrdən biri də elə Peyğəmbərin adına olan surənin 33-cü ayəsidir ki, buyurur: Ya eyyuhəl-ləzīnə əmənu ətiyullaha və ətiyur rəsul və la tubtilu ə'maləkum. Biz ayə xitabdır müminlərə. Müminləri Allah özünə, yəni Allaha və Peyğəmbərə itaətə çağırır. Və buyurur ki, əgər siz Allaha, Peyğəmbərə, əslində Allaha itaət etmək, təbii ki, elə Peyğəmbərin buyurduqlarına itaət etməkdir. Peyğəmbərin buyurduqlarına itaət etmək, Allaha itaət etməkdir. Peyğəmbər Əkrəm elə bir həyat yaşayıb ki, ümumiyyətlə Allahın Peyğəmbərləri elə insanlar olublar ki, onlar daim ilahi həyat yaşayıblar. Ona görə onların dedikləri, etdikləri və hətta hər hansı bir hadisə qarşısında sükutları da hüccətdir, yəni ilahi əmr sayılır. Peyğəmbər Əkrəmin buyurduqlarına itaət etmək, yəni dinə itaət etməkdir. Çünki o dini gətirən insandır. Quran-ı Kərim kifayət qədər itaət kəlməsini işlədib və həmin o itaət kəlməsi Allaha itaət, Peyğəmbərə itaət ki, Peyğəmbərə itaət, çünki Peyğəmbər Allahın sözünü danışır. Və ən maraqlısı budur ki, bu ayədə məhz möminlərə xitab edir. Ya eyyuhəl-ləzīnə əmənu, ey möminlər. Deməli, möminlər də itaətdən kənara çıxırlar. Əslində, biz digər ayələrdə mömin kəlməsinin və ya rəvayətlərdə mömin kəlməsinin nə kəlməsi və ya hansı mənaları özündə əhatə etdiyini görəndə, o sözün ağırlığını, dərinliyini görəndə sözsüzdür ki, mömin və itaətsizlik heç ağlımızdan belə keçmir. Heç kəsin ağlına gəlməz ki, möminlər Peyğəmbər Əkrəmin sözünə itaət etməzlər, Allahın sözünə itaət etməzlər. Əslində elə bu da bu cür nədir? Yəni, bir mömin ki, Allahın və ya Peyğəmbərin sözünə itaət etmirsə, bu onun heç möminliyinin olmaması deməkdir. Amma Quran-ı Kərim bunu xatırlatmaqla bəlli edir ki, siz ola bilər ki, mömin insanlarsınız, amma müəyyən məsələlərdə Allahın, Peyğəmbərin sözündən çıxırsınız. Siz bunu edəndə əməlləriniz batil olur. Əgər belə etsəz, və la tubtilu ə'malakum. Əməllərinizi batil edərsiniz, əməllərinizi batil etməyin. Yəni, itaətdən çıxmaq müminin əməllərini aradan aparar, müminin isə əməlləri aradan getdi, sözsüz ki, imanı da nöqsanlı olar. Çünki imanla əməl bir yerdədir. İman olub, əməl olmayanda sözsüzdür ki, o imanın da bir faydası olmur. Baxın, Peyğəmbər Əkrəmin əslində ömrünün sonunda neçə gün ki, bu mövzuda danışırıq, nigarançılığı elə həmin bu itaət məsələsində idi. Peyğəmbər Əkrəm qeyri-müsəlmanların yox, müsəlmanların Peyğəmbərdən itaət etməyəcəkləri və bununla da Allaha itaətlərində yanlışlığa yol verəcəyi qənaətində idi. Bundan çox narahat idi. Ona görə nigaran idi. Peyğəmbər Əkrəm həm möminlərin itaətsizliyindən narahat idi və bununla da əməllərini heçə sayacaqlar, heç olmasından narahat idi və eyni zamanda da İslamın təməl məsələlərindən biri olan Qədirxum hadisəsinin mesajı və ya ilahi göstərişi haqqında ki, hökmün əməl olunmayacağından narahat idi. Yəni, o hökm elə bir hökmdür ki, ona möminlər əməl etməsə, təkcə özlərinə ziyan vermirdilər, həm də cəmiyyətə ziyan verirdilər. Əslində, Peyğəmbər Əkrəmin Qədirxumda dediyi söz, mən kuntu mövlah, fəhazə əliyyün mövlah kəlməsi 23 il Peyğəmbərlik missiyası dönəmində ilə əvvəldən Peyğəmbər Əkrəm buna işarə etmişdi. Peyğəmbər Əkrəm hələ İslam dininin ilk dönəmlərində yaxınlarını, qohumlarını dinə çağır ayəsi nazil olandan sonra ilk aşkar təbliğatı öz qohumlarına etdiyi məclisdə ki,
bir məclisi hazırladı, məclisi bir-birinə vurdular, fürsət olmadı. İkinci dəfə məclis quruldu və Peyğəmbər Əkrəm öz nübüvvətini elan elədi və yalnız Əli ibn Əbi Talib oldu ki, hər dəfə yerindən qalxdı və Peyğəmbər Əkrəmin dinini qəbul etdiyini bir daha aşkar elədi. Hətta Peyğəmbər Əkrəm o İslamın ilk günlərində də belə Əli əleyhissalamı özünün canişini olacağını bəlli etmişdi. Hətta onu o vaxtı Peyğəmbər Əkrəmi irad tutanlar da olmuşdu qohumları arasından. Amma bunu ilə belə onunla da tamamlanmadı. Dəfələrlə belə olub. İstər mühacirlə ənsar arasında qardaşlıq əqdi bağlananda, istər Ətiyullah və Ətiyur Rəsul və ulul əmri minkum ayəsi gələndə və sair məsələlərdə Peyğəmbər Əkrəm daim kifayət qədər Əli əleyhissalamın özündən sonraki canişin olduğuna işarə eləyirdi. Qur'an-ı Kərimdə buna ayələr var. Ondan əlavə tarixi faktlar var ki, Peyğəmbər Əkrəm bunları bəlli eləyirdi. Əhl-i Beyt kəlməsinin kimə aid olması məsələsinə qədər Peyğəmbər Əkrəm dəqiqliklə müəyyən eləmişdi və dəqiqliklə bu məsələni insanlara çatdırmışdı ki, Əhl-i Beyt Peyğəmbərin əhli əyalları deyil. Peyğəmbər Əkrəm Əli, Fatimə, Həsən və Hüseyn 5 dənə ali-əba haqqındadır. Bununla bağlı hədis də var, ayələr də var. Yəni bu məsələ ki, Peyğəmbər Əkrəm Əli əleyhissalamı yerinə canişin təyin eləyir, xilafətin ömrünün sonunda, bu əslində yeni bir məsələ deyildi. 23 il idi Peyğəmbər Əkrəm bunu müxtəlif yollarla izah eləmişdi. Sadəcə Qədirxumda bu bir qədər rəsmiləşdi. Qədirxumda bu bir daha kütləviləşdi. Peyğəmbər Əkrəm bu məsələnin mührünü vurdu və illa bu məsələ tamamilə aydın idi. Peyğəmbər Əkrəm nigaran idi, bəli. Peyğəmbər Əkrəm bilirdi ki, bu məsələdə etiraz eləyənlər olar və narahat idi Peyğəmbər Əkrəm. Həm möminlərin öz imanlarını yandırmağından, itaətsizlik etməklə imanlarını yandırmaqlarından narahat idi və eyni zamanda Peyğəmbər Əkrəm həm də narahat idi ki, bu məsələ İslamın təməl məsələlərindəndir və buna itaətsizlik etməklə dinimizə xələl gələ bilər. Əlbəttə, Qədirxum hadisəsi, yəni Peyğəmbər Əkrəmin mən kuntu mövla fəhazə əliyyün mövlah məsələsi bir dəfə bəlli olmalıdır ki, bu təkcə xilafəti özündə əhatə eləmirdi. Baxın, Qədirxum mesajının, Qədirxumda Peyğəmbər Əkrəmin kəlamının, o ilahi göstərişinin mənası bu deyildi ki, elə təkcə Əli əleyhissalam xilafətin rəhbəri olacaq, yəni Peyğəmbərdən sonraki xəlifədir. Xeyr, Qədirxum əslində onu bəlli edir ki, Peyğəmbərdən sonra artıq nübüvvət yoxdur. Bu məsələni də bir neçə dəfə deyilib, Qur'an-ı Kərim də bəlli eləyib. Amma ondan sonra Peyğəmbər Əkrəm Əli əleyhissalamı təyin eləməklə bir daha bu məsələnin möhrünü vurdu ki, nübüvvət bununla bağlanır və nübüvvət bundan sonra olmayacaq, bundan sonra yeni din gəlməyəcək. Hər kim yeni din getirsə o yalancıdır, hər kim Peyğəmbərliyi iddialısa eləsə yalancıdır və Peyğəmbər Əkrəmdən sonra Peyğəmbərlik yoxdur və Qədirxum hadisəsində özündən sonrakini bəlli elədi. Çünki bütün Peyğəmbərlər özündən əvvəlki və özündən sonraki Peyğəmbərləri bəlli, daha doğrusu özündən əvvəlkini təsdiq eləyərdi, özündən sonrakini təyin eləyərdi ilahi göstərişə əsasən. Bu dəfə Peyğəmbər Əkrəm özündən əvvəlkiləri təsdiq eləmişdi, özündən sonra isə Peyğəmbər yox, imam qoydu, canişininin imam olduğunu, canişininin Allahın vəlisi, özünün vəsisini müəyyən elədi və bəlli oldu ki, Peyğəmbərdən sonra Peyğəmbərlik yoxdur. İkinci bir məsələ isə ondan ibarətdir ki, Qədirxum hadisəsində, baxın, zaman-zaman yenə də qeyd edirəm, Peyğəmbərin o özündən sonra müəyyən elədiyi canişininin vəzifələrini müəyyən elədi. Yəni, Peyğəmbərdən sonraki canişin təkcə xilafətə rəhbərlik eləmirdi. Məyər Peyğəmbər təkcə xilafətə rəhbərlik eləyirdi. Peyğəmbər dinin sahibi idi. Peyğəmbər dini qoruyan idi. Peyğəmbər ümmətin himayətçisi idi. Peyğəmbər dinimizin şərh verəni idi. Peyğəmbər dinimizin ayələrin izahını bəlli edirdi bizə. Peyğəmbər şəriətin hökmünü açıqlayırdı bizə. Peyğəmbər Əkrəmin bir işi də xilafətə rəhbərlik eləməkdir və onu qurdu, rəhbərlik elədi. Yəni Əli əleyhissalamı əgər xilafətdən uzaqlaşdırdılarsa, o ilahi missiyasının bir hissəsini icra etməyə qoymadılar. Bir hissəsindən kənar saxladılar. Təkcə İmam Əli əleyhissalam yox, sona qədər, yəni 11 məsum ki, bu dünyadan şəhadətlə gedib, elə onların 11-ini də əgər xilafətdən uzaq saxladılarsa, onlar onların ilahi missiyasının bir sahəsində, bir işi ki, insanların, belə deyək ki, gücü çatırdı, onu həyata keçirdilər. Digər məsələlər ümmətə himayətdarlıq etmək, dinimizi qorumaq,
şəriətimizə şərh vermək, ayələri izah etmək, ondan əlavə şəriət hökmlərini bəyan eləmək. Siz bilirsiniz ki, Peyğəmbər Əkrəmdən sonra İmam Muhammed Baqirin vaxtına qədər bəzi rəvayətlərə görə yeni şəriət məsələləri çıxırdı. O şəriət məsələləri Peyğəmbər olmadığı halda necə izah olunurdu? Necə, kim o məsələləri açıqlayırdı? Sözsüz ki, imamlar var idi və onlar Quran və Peyğəmbər Əkrəm və öz kəlamlarının çərçivəsində yeni şəriət məsələləri ortaya çıxırdısa, onları deyirdilər və hətta o zamanda, yəni dinimizin çatdırılması məsələsində İmam Məhəmməd Baqirin və 9-cu İmam Məhəmməd Təğinin hədislər var ki, onlar yeni yəni şəriət hökmlərinə izahlar verdilər və şəriət hökmləri aşkarlandı. Bu məsələ yəni özü-özlüyündə, yəni Peyğəmbərin Qədirxum hadisəsində ki mesajı, Qədirxum hadisəsindəki bu canişinlik məsələsinə vurduğu möhrü Peyğəmbər Əkrəmdən sonra bir hissəsi yerdə qaldı. Yəni Peyğəmbərin təyin elədiyi canişinli xəlifə olmağa qoymadılar və illa digər missiyalarını sözsüzdür ki, elə Peyğəmbərin təyinatı ilə getdi. Sadəcə xilafət məsələsi ciddi bir məsələ idi. Xilafət məsələsi İslamın görünən tərəfi idi, İslamın gücü idi və müsəlmanların gələcəyinə çox təsirli idi. Qədirxumdakı göstərişinin xilafət tərəfi yerə düşəndən sonra müsəlmanlar elə bir giriftarçılığa düçar oldular ki, bugünə qədər həmin o giriftarçılıq gəlir çatır və müsəlmanların geriliyinin əsas səbəbi elə Qədirxum xutbəsinə əməl olunmamasıdır. Peyğəmbər Əkrəmin narahatçılığı, nigarançılığı ondan idi ki, ümmət itaətsizlik eləməsin və ümmət itaətsizlik eləsə, birinci ziyanı özlərinə, öz imanlarına, öz axirətlərinə olacaq. İkinci ziyanları isə sözsüzdür ki, Əli əleyhissalamı xilafətdən kənar qoymaqla İslama, ümmətə ziyanı dəyəcək. Xilafətdən Əli əleyhissalamı uzaqlaşdırmaq və ya Əli əleyhissalamın xilafət haqqını ona verməməklə din sözsüz ki, aradan getmədi və heç gedə də bilməzdi. O mərhələdə deyildi. Peyğəmbər Əkrəm elə bir iş görməmişdi ki, elə bir din qoymamışdı, elə dini elə möhkəmləndirməmişdi ki, bir hadisə ilə aradan getsin. Sadəcə xilafətdən Əli ibn Əbi Talibin uzaqlaşdırılması məsələsi ciddi ziyan verdi və müsəlmanların geriliyinə səbəb oldu. Bununla da əlavə gələcəkdə müsəlmanların parçalanması, müsəlmanların ixtilafa düçar olması, imamətə itaətsizlik, o da xilafət məsələlərinin uzaqlaşmasında səbəb oldu. İxtilaf hardan yaranırdı? Əli əleyhissalam sözsüz ya xilafətdə olsaydı, əgər imamət və zahiri xilafət, zahiri rəhbərlik bir yerdə olsaydı, müsəlmanlar arasında o qədər ixtilaf olmazdı və imamətə, məsum imamlara qarşı olan o zaman-zaman məzlumiyyətləri və onlara qarşı olan haqsızlıqlar baş tutmazdı. Xülasə-i kəlam Peyğəmbər Əkrəmin Qədirxum hadisəsi və Peyğəmbər Əkrəmin nigarançılığı ondan ötürü idi ki, müsəlmanlar itaətsizlik etməsin. Quran-ı Kərimin də buyurduğu kimi itaətsizlik, Allaha və Peyğəmbərə itaətsizlik insanların əməllərini batil eləyər. Bu dindən çıxmaqdır, bu Allahın yolundan uzaqlaşmaqdır və Peyğəmbər Əkrəm əlbəttə dindən çıxmaq bu anlamda ki, bu proses getdikcə insanı dinindən çıxara bilər. Allaha itaatsizlik, Peyğəmbərə itaatsizlik insanların həm əməllərinə, həm imanlarına, həm İslam toplumuna böyük bir ziyan vura bilərdi ki, necə də elə vurdu. Bu məsələ dinimizi aradan aparmadı. Bizim dinimiz Hicri qəməri 61-ci il Kərbəla hadisəsində, ərəfəsindəki kimi aradan getmə təhlükəsində deyildi. Qədirxum hadisəsinə əməl etmədilər. Sözsüzdür ki, ziyanını həm özləri çəkdi, həm cəmiyyət çəkdi və həm də ki, sözsüzdür ki, imamət o cür ki ola bilərdi və o cür ki yaşaya bilərdi. O cür ki insanlara, necə ki Allahın buyurduğu kimi bir mərhəmətdir, bir lütfdir insanlar üçün davam eləyə bilərdi, o cürünə olmadı. Və illa, yəni məsələ təkcə xilafət məsələsi deyil. Siz bilirsiniz ki, bizə məlum olan qədər Peyğəmbərlər arasında Süleyman Peyğəmbər və Yusuf Peyğəmbər, Süleyman Peyğəmbərdən öncə Davud Peyğəmbər, bunları çıxandan sonra böyük peyğəmbərlər olub. Nuh Peyğəmbər, İbrahim Peyğəmbər ki, onlar xilafətləri rəhbərlik etməyiblər, bizə məlum olan qədəri, yəni hökumət qurub rəhbərlik etməyiblər. Süleyman və Yusuf Peyğəmbərin qurduqları
hökumətləri də özlərindən sonra, yəni daha doğrusu o yaratdıkları Tohid cəmiyyəti, belə deyək ki, yəni Tohid cəmiyyəti və o mühiti özlərindən sonra məlumdur ki, necə aqibəti oldu. Amma Peyğəmbər Əkrəmin gətirdiyi din qiyamətə qədər davam elədi. Yəni din məsələləri, dinin aradan getməsi məsələsi deyildi ortalıqda. Sadəcə Qədirxumun göstərişinə əməl etməməklə müsəlmanlar gerilədi. İslam toplumu parçalandı. Müsəlmanlar bu günə qədər müsibətlərə düçar oldu. İmamətə qarşı, imamətin tam olaraq özünü göstərə bilməsinə mane oldu ki, bunun da fəsadları bugünə qədər gəlib çıxır. Və Peyğəmbər Əkrəm insanları itaət etməməsinə görə çox narahat idi. Bilirsiniz, Peyğəmbər Əkrəm elə bir peyğəmbərdir ki, bir insanın da belə günah etməsini, bir insanın nəuzubillah cəhənnəmə düşməsini razı deyildi. Bax, amma bu məsələdə onların qəbul etməyəcəklərini, itaət etməyəcəklərini, itaətdən boyun qaçıracaqlarını, bəzilərinin cahilliyini və sözsüzdür ki, münafiqlərin, daxildə olan qeyri-müsəlman düşmənlərin və xarici düşmənlərin və digərlərinin köməyi ilə müsəlmanlar üçün, müsəlmanların arasında böyük fitnə yarada bilərdilər. Necə də ki, yaratdılar. Peyğəmbər Əkrəmin Qədirxumdakı xütbəsi və onun oradakı göstərişi çox təəssüf ki, müsəlmanların əksəriyyəti tərəfindən icra olunmadı və xilafət məsələsində hadisə tamamilə fərqli yönümə gedib çıxdı və onun ağrısını, acısını bugün də görürük və bəlli oldu ki, Peyğəmbər nahaqdan nigaran deyildi və heç bu belə ola da bilməzdi. Yəni, Peyğəmbər əgər nigaransa, deməli bir ciddi məsələ vardı. Sadəcə çox təəssüf ki, Peyğəmbər hələ xəstə yatağında olarkən müsəlmanlar bir itaətsizliyə boyun qoydular və itaətsizlik çox təəssüf ki, sonradan da bir çox nüfuzlu müsəlmanların da yollarını azmasına səbəb oldu. Bugünlük buna qədər Allahın amanında olun, Allah daim yardımcınız olsun.